Necə? Mənə bir dənə mikrofon verin. Salamlayıram hər kəsi. Mən içəri girmək istəyirəm. Niyə içəri girmək istəmirsən? Ay Hüseyin, Mən bura sizdən studiyadan. xahiş elədim. Dünən də, bugün də xahiş edirəm. Yalvarıram sizə ki, mənim uşağımın məndə qalmasına bağlı məni vəkilə təmin eləyəsiniz. Yox, mən vəkillə təmin edəcəm. Bugün də elan eləyəcəm. Yox, mən içəri girmək istəyirəm. Ya otursun içəridə, ya mən oturum. Mən görürəm, əsəbləşirəm. Yox, mən bilirəm, sən dünən gecə də zəng eləmişsən bizim əməkdaşlara ki, bizə ayrı-ayrı otaqlar istəyirik. Bəli, Amma bəli. bu indi mümkün deyil də Hüseyin. Yəni ayrı-ayrı otaqlar, ayrı-ayrı. Yəni indi mən də zəngin deyiləm, binalarım yoxdur ondan sonra, yəni. Çox xahiş edirəm, xoşlayım xanım. Yox, mən oteldə qalsın, mən uşağımı götürüb gedim, başqa yerdə qalım. Küçədə qalacam mən. Amma Yox, küçədə mən səni küçədə qoymadım ki, sən düzdür, sağ olun. Siz məni küçədən yəni səni yığdınız. küçəyə, Siz məni uşağını küçəyə qoyası deyiləm. O körpə uşağı ki, geçsin bu soyuqda, qışda küçədə qalsın. Mən içəri girmək istəmirəm, xoşlayıram xanım. Mən üzürlü bilim. Vallahi mən onu görürəm, əsəbləşirəm. Başa düşmürəm, qıraqda izləyici də baxır, elə bil ki, bu mən özümdən Yox, mən bilirəm, Mən çox Ramal da əsəb mənə keçirəm. yazıb. Nə deyirdi Ramal, Şahin? Mən studiyanı eşitmirəm. Ay nişanı, yoldaşı götürsün, aparsın, qoysun ana evinə. Ayşadır, hə. Neynəməlidir? Niyə dağıdırsınız ki ailəsini? Ailəni dağıtmır. Ailə Dağıdırsınız dağda da xanımın özüdür. Həyat yoldaşına Siz belə onun sahib yaşını çıxır. görün Ramal bəy. Onun gününü mən orada Siz görürəm. seçilən bir adamsınız, sizi gətirib qoyublar Xeyr. ona ki, körpə uşaqlara, gənclər. Bax, gəl efirə girək, sən narahat olma. Mən başa düşürəm, səni anlayıram. Sən həqiqətən son dönəmlərdə çox əsəbisən, çox stres yaşayırsan. Amma yəni, mən düşünürəm ki, Övlad mənim də övladımdır. Yəni biz burada görürük də, Övladıma gözü baxmağı başı da necə qaynayır. lazımdır, bacarıram. Bu nə danışıqdır, bu nə tərzdir, nə etməyə çalışırsan sən? Bax, görürsünüz, xoşlayıram xanım. Vallahi mən hər gün buradan çıxıram, orada əsəb, işə gəlirəm, əsəb. Valla eyni tərzi mən də Telefonla köçürürəm. əsəb, burada da əsəb. Mən bir ilki Hüseyinə elə salamat qalmayıb. Mən elə Ayşatdan da əsər əlamət. hə, bir gəl bura. Necə, Ayşə? Elə Ayşatdan da əsər əlamət qalmayıb. Ayşadın da təmiz əsəbləri, psixologiyası pozulmaq üzrədir. Necə səndən əsəb qalmayıb? Mən gəlirəm ki, bu insan heç işdə elə bil yoxdur. Nə işə adaptasiyonlar. Halbuki təzə başlayanda Bəli, necə? təzə başlayıb. Biz fikirləşirdik ki, bunun işini də böyüdək, Hər şey o videodan sonra oldu. Bizim Amma ailədə sənin, həmişə mehribançılıq olubdu. Bizim ailəmiz nümunəvi cütlük olaraq ailəmizdə belə Ayşə, söz bu dəqiqə söhbətlər biz, olmamışdı. bax məsələn, Hüseyin məndən küsüb ki, niyə mənə vəkil vermirsiniz? Mən verməmişəm vəkil. Əslində bir də bugün Nail bəy buradadır. Nail bəy, mən sizdən rica edirəm, Hüseynin bütün hüquqi işlərini götürün öz üzərinizə. Ərzəsində hamısına kömək eləyərik. Bəli, sabah mən göndərəcəm. Mən də Başdan vəkil danışarım. istəyirəm. Necə? Xoşqədəm xanım, sizdən xahiş edirəm, mənə də vəkil verəsiniz. Başdır, sənə də vəkil Başınız verirəm. güllər üstə, çox sağ olun. Bəli. Amma mən Hüseyin, ayıb olsun sənə. Mən ona imza atmadan boşanmaq Köynə istəyirəm. xanım, burada oturub insanı qınamaq asandır, çox asan. Amma bu Sən heç olmasa o uşağı qoltuğuna mən uşağımın Mən xoşbəxt olmaq istədim, bədbəxt olmaq istəmədim saxlayacağam. şeyi. Vəkil yolu ilə, həkim yolu ilə, məhkəmə yolu ilə. Adamın evindən gətirmişsən, o nə danışıqdır? O uşağın bir anası var, Anası var, bilirəm anası var. Gələr, görər, Neynəməlidir keçin canım müalicələrini xanım? alsın. Başa düşmə, mən Əsəblər- müalicəyə ehtiyacım yoxdur. Sən yoldaşı həqiqətən olur. belə var. danışıqlar Bir deyil işləyən hər gün onun burnundan gətirir, elə həyat yoldaşı olur. Niyə Necə ki? Bir olur insana həyat 90 dəfə yoldaşı? gündə zəng eləyər, iş vaxtı bu adam işinə məşğul olmalıdır. Görəsən neyin Mən eləyir Hüseynə nə də? vaxt baxıram, Ay qardaş, görəsən neyin Deyirəm, qardaşım, eləyir? deyir, yoldaş yığı, neynim? 90 dəfə Siz bir insana zəng... evinizdən yığmırlar. Xeyr, Mən iş onda vaxtı, söz demirəm. iş var, güc var, yəni bir şey yox. Bundan kimə nə? Mən yeni söhbət olmağı valla xoşlayıram. Qoyma, soğuqda oturmaqdan mənim kürəklərim ağrıyır. Oturan küçədə söz-söhbət olmasın, sakitçilik olsun ki, qoy söz-söhbət olmasın. Xanım şərt qoşur ki, xoş İman gələm sifəti xanım. yox, ay köynü xanım, bilmirsiniz, valla nə var, nə yox, Şərt qoşur bilmirsiniz. ki, Nə ya imam Hüseyin sifəti, işdən nə çıxmalıdır, ya da ki mənim yanımda, ya mən seçməlidir, ya işi. Nə eləməlidir bu? Onda Hər şey o videodan sonra oldu. Vallah bizim ailədə Sən söz problem söhbət edirsən, yox. xanım. İşte nə var ki, Videolarda Ramal bəy, problem o edirsən. işdə nə var ki? Nə var ki o işdə? Heç nə işdə yazıq, O heç ofisin videodan sonra içərisində bizim daxil olmur. ailəmizdə söz söhbət Çöldə yarandı. gözlər heç ayağını Əvvəl içəri çox alır. mehriban olmuşdu. Bizim yaxın bir Hamı zamanda bizim- yeni il tədbirimiz oldu, heç yeni il tədbirinə də gəlmədi. Necə yəni? İşçi yeni il tədbirinə Bəli, niyə yeni tədbirə, gəlməməlidir? bütün işçilərimiz Kollektivdir, oradaydı. ailə. Gəlmədi, valla Ailəsini qoyub gəlmədi. getməyib də. Niyə Xoşqədəm niyə qoyub getməməlidir? Xeyr, elə şey mi Yaman olar? yoldaşı var, körpə uşağı var, qoyub ailəsini getməyib. Əslən, bu
nə söhbətdir? Başqa şeydir. Mən nə Orada etdimsə körpə salan ailəmi uşaqlar da qorumağa var. çalışdım. Bugünkü gündə də ailəmin arxasında necə lazımdır dururam. Bugünkü gündə yəni siz müdaxilələr etməyə çalışırsınız. İşçiniz də anlayıram, başa düşürəm. Amma o da mənim həyat yoldaşımdır. Biz bir ailəyik. Ailəmi qorumağa çalışıram. Nə eləyirəmsə ailəm üçün edirəm. Bugünkü gündə mən də yarımcan olmuşam. Üstüncə cancasa ağrımayan yerim yoxdur. Yəni hər şeyi nəzərə alıram. Ailəmdə problemləri nəzərə alıram. Sıxıntılarımızı nəzərə alıram. Amma bu demək deyil ki, siz məni belə deyim, Necə? üstümdən gəlməlisiniz. Bir ölən Ayşaddır, bir də mənəm. Ayaq üstü ölüb bu yazıq qız. Bu vəziyyətimdə, mənim çətin Ölüb vəziyyətimdə deyil. siz mənim üstümdən Belə gəlirsiniz. gedə Yoldaşımsan maraqlanmalıyam, bəs necə? Elə maraqlanmaq olmur. 150 dəfə zəng vurmaqla maraqlanmaq deyil. olmayanda bəs mən Sən narahat ailəni olmam axı. görürsən ki, sən ailəni qorursan ki, mənim əsəblərim pozulur. Sən Mən yeməyinlə əsəb keçirdirəm. maraqlanmalıyam, Mən halətdən gah başıma banka konuşmalıyam, vururam, bəs gah necə? divara yumruq atıram. Söz Mən deməliyəm, bunu niyə lakin eləməliyəm ki? Probleme görə gəlmişəm bura. Niyə qovum? Siz bilmirsiniz şahsə. Niyə təkləyirsən? Sən onu tək Təkləmirəm, təkləmirəm. Bugünə qədər gözüm... Sən bugünkü gündə mən müdafiə eləmək Sənin hərəkətlərini biz burada öz görürük də. rəhbərindən bir yerdə Neyinə mənə müdafiə qarşı edim sən? çıxırsan. Ay Ayşə, sən bəlkə başqa şey iş görürəm sən, mən ora zəng vurub müdaxilə edirsən məni. İşimdəyəm də. Camaata salam vermə ehtiyat et. Qurana salam vermirəm mən. Yəni Qorxuram. qadağa mı qoyub Ki- sən hər şeyi? Bir salam vermə heç kimə, mən Qoymamışam, görməyim. Mən ona qadağa zət Eşitməyim. qoymamışam. Xeyr, Hüseyn, mən And verir mənə. videodan Hüseyn, sən sonra- çox səhv eləyib, ailə Hər şeydən tədbirində. sonra İş o yeri videodan bizim sonra. ailəmizdir. Əlbəttə. İş yeri bizim, belə deyək, daha məsələn, mən açıq sizə deyirəm, mən ən çox vaxtımı işdə keçirirəm. Mənim işçilərimin hər biri mənim doğmalarımdır. Biz bir yerdə olmalıyıq. Hətta mən bəlkə də heç bacıma, anama, ailəmə o qədər küsmərəm, o qədər incimərəm, nəinki mən işçilərimə. Çünki mən günümün çox hissəsini burada keçirirəm, az hissəsini ailəmdə keçirirəm. Qardaş, necə ola bilər ki, mənim işçilərim mənim tədbirimdə olmasın, Ramal? Niyə görə Hüseyin o Allah tutduğuna tədbirə baxma, gedir? elə pis oldum Quran haqqı Xoşunum xanım. Paylaşmışdır Rahman müəllim. Mən sənə dedim getmə. Vallahi. Yo, mən sənə dedim getmə. Məni deyib Dedi Rahman müəllim dedi ki, gəl belə Mən eləyək. deməmişəm axı ona Gəl, deyib bir getmə. ödənişi mən qarşılayıram, ailənizi Mənə gətirin. gəldi dedi ki, Onu- Ayşə, Yo, mənim imkanım razı olmadı. çatmır ki. Getmə, Xeyr, lazım deyil. Xeyr, mən dedi ki, imkanım çatmır mənim ora getməyə. Getsəz də Rahman gəlir müəllim qarşılayırdı pulu. Vallahi işlədi ki, Rahman müəllim qarşılayıb Mən də ödənişləri. dedim gedərdin də, niyə seçilirdin? Niyə mən Biz, boyum hər atırsan şey ki? qarşılayır da. Aa, Hüseyn nədir? təklifimizi verdi. Hüseyn sadəcə dedi ki, Rahman müəllim, mən yoldaşımla ora gələrəm, amma yoldaşım orada problem çıxardacaq. Hüseyn əlini qaldıracaq oynamağa, sən təpəsində bitəcəksən. Orada da bizim düşmədim, niyə tədbirimiz də təpəsində burnumuzdan bitirəm? gələcək. Ona görə Yoldaşıyam, problem yoldaşımın səndədir. hörmətinə Sən nə yanaşıb, istəyirsən? nə var ki burada? İşdən çıxardaq bunu. İşdən çıxardaq. Ne bəli, ne olacaq bayaq? Bəli dedi. Bəli nədir? Ayşad, bu uşaq qalmış. Çünki nə oldu mənim ailəm orada Abi bir kuskala bilməmişəm mən sənə. Bu şampan presini yeməyini çatdıra bilmə. Bir kuskala bilməmişəm. Sürekli İlahi, qalmışsan. mən şokdayım. Bunlar məni dəli eləyəcək. Mən axı bu efirdə dəli olub çıxacam ha mən. Mən məcbur qaldım o sözü dedim də, neyniyim? Ayşad, məcbur sən nə olmusan? danışırsan? Sən. Bu mənim həyatımı susamalı İnsanlar iş axtarır. İnsan deyir, gedim bir iş yeri tapım, ailəmə Mən o çörək iş pul. yerindən narazıyam. Sadəcə o video gələndən sonra mənim ailəmdə söz-söhbət oldu. Qızım, sən bu cür nə? Yox, hayır. Nəsə bir problem olsa, onda yenə Hələ ən qarşılaşırıq yaxşısı da. Ramalın yanında, biləsiniz. Elədir. Xeyr, Ramal Bəygildən razıyam. Çox sağ olsun. Allah canına sağlıq versin ki, Elə məni belə işlə təmin eləyirsən ediblər. ki, Hüseynin bütün köhnə... Gəl bura Yoxsa Hüseyin. gələsiz Hüseyin. Kompromis ola, xanım üzərinə Gənc qadın neynəməlidir? xanım üzərinə Mən öhdəlik belə götürər. şeyləri qəbul eləmirəm. Sənə qoy görək nədir bir nədir, bəlkə Baxmağa dəyməz. Hüseynə gəlibdi. Ay bala. Aa. Bu yox. Ay xanım, bilin nə Ailəsidir bu onun. Kiməsə hörmətsizlik onu göndərən adamı hörmətsizlik. Rəqabətə dostu göndərir. Göndərən adam elə nahal göndərib. Niyə? Necə yəni? Deyir Nə ki, bilirsiniz, nə var? Ayşə götürür gedir hörmətsizlikdir. Bu ailəli bir kişiyə niyə göndərir? Keçmiş sevgilidir, keçmiş kimdirsə. Düzgün eləməyib. Hüseynin dəhşətdir, ilahi. Nail bəy qəbul eləməyin bu boşanma işini valla. Məncə də Qəbul bu eləməyin, həqiqətən. Yo, məndən qəbul- olsa kompromis, bir icazə kompromisə verin, gedərdilər, açaq hər üzərinə baxaq öhdəlik görək bir o götürərdi. nədir? Bəli. Qız mən hədiyyə ala Bir bilərəm. dəqiqə, aha. Açıq görür nə var içində. Xeyr. Bəlkə saat verir, bəlkə qızıl verir. Xeyr, olmaz.
Ay, sen Allah. Ayıptır bu hörmətsizlik o göndərən adama. Bir görək nə var Əgər bunun o içində. sevgi mövzusunda göndərilsə mən onu sındıracağam. Hələ görək bir hədiyyə üçün. Apar bu zibil qabına. Gör, mən buna nə edeyim Xoşgədəm xanım? Heç nə. Ana Gör bacı xanım, nə edeyim mən? Bu gözüylə zibil qabına pul göndərilməyib verəcəm axı adı o. yoxdur. İşte oradan sen bir Ana kadın bacı yüreğine başa oldu. düşmədimi? Ana bacı gözüylə göndərilməyibdir. Bir açaq görək hələ nə göndərib Allah saxlamış. Nə bilək ki. Yox, Dünən sevgilin göndərib. Sevgilim var mənim. Xeyr, sənin sevgilin zadın yoxdur. Sən ailəndən başqa sənə heç kim lazım deyil. Mən aça bilərəm Xoşgədəm Yoldaş xanım. olaraq. Açın, əlbəttə Bu açın. hörmətsizlik olmasın. Bəli, Deyək ki, hər kim əlbəttə göndərib. Yaman Əlbəttə. həvəslisən ha. Hüseyin açmağa da çox həvəslisən. Çox sevirsən. Hədiyyə Mənim bu, bəli. içərisində də Hədiyyə, belə idi. hörmət eləmək. Mən də atasız, anasız böyümüşəm. Bizi bir-birimizdən başqa anlayan olmayacaq. Ayşaddan sənə xanım olmayacaq. Buraq başını gəl birləşək. Gəlsin. Onu da atacağım Hoşgədəm xanım, hədiyyə nə yerinə. eləməlidir bu qadın? Yaman şey deyir. O değil. Odur, budur. Hansı qadın bunu götürər? Mənə çox maraqlıdır. Özü də Şeydir. Ay Rama bəy, siz Allah yaxşı. Mən Hüseynin burada hərəkətlərini görürəm. Hansı hərəkət? Bir dənə cavan qadın görən kimi ağlı çıxır başından. Özünü apara bilmir. Aparıb özünü. Qadın, qız, kişi baxmayıb hamıyla, hörmətlə. Bax, burada- Amma Ayşadı da başa düşürəm də. Bircə dəqiqə Zülfiyə Yox, xanım. ana Burada bacı oturan gözü ilə tamaşaçılar bax, var. göndərsə Daim başqa artıq məsələ. məsələn elə Ana gözü ilə bax, nədir? göndərsə. Hidayətgil. Neçə müddətdir sizsiz burada. Sonra sizlər, Aynurgil, deyin görüm Hüseyndən bir hörmətsizlik görmüsünüz. Görmüsünüz Hüseyndən. Görmüsünüz. Xoşqədəm xanım, mən neçə gündür də deyəm xanımına, deyəm mən gendən biləyəm ki, kimin gözü belə də pis gözdür də, şor göz deyir. Bəli. Sənin yoldaşından yəlic ol, mən heç vaxt görməmişəm o birinə belə baxar. Birincisi Hüseyn Neçə elə gündür də mən buna olan deyəm, deyil. bax. Mən heç deməmişəm də. Amma bu Neçə demək gündür deyil sənə ki, deyəm mən bunu. Deyəm sən Hüseyin yaxşı uşaqdır, gözü pak uşaqdır. mən sizə bir söz Hüseyn, deyim də. nahaq Mən onu deməmişəm. zilin Hüseyn belədir, bu Həqiqətən tərzdə. biabır. Hüseyn nə edirsən sən? Apardı attı ora abi. Göndərib o tərzdə də məktubla. Dayan Götürmə. be. Mikrofon verin ona. Hanı mikrofon? Get götür oradan. Qoy yerinə. Ayıb onu. Ay sən pisdir də, mənası pisdir. Niyə başa düşmürsən? Düşüncəndə problem var sənin. Onu başqa gözlə dəqiqə, göndərim. bir dəqiqə. Xeyr, qəbul eləmirəm mən bu hədiyyəni. Mənə vermir. Xeyr, Bir yoldaş aç mənim. dana, bəlkə sənə gəlib o Qəbul eləmirəm. Olsun bu dəqiqə yemişsə məhkəməyə məni. O, belə gəl sonra hədiyyəni bura. Olmaz Hüseyn. Cəmaət Onu başqa baxır bizim gözlə milyonlar göndər. baxır. Ay, get. Onu başqa gözlə göndər. Nə başa düşmürsən sən? Yəni bu o demək deyil ki, sən belə hərəkətlər eləməlisən. Düz eləmirsən. Hər kim göndərib, ayıbdır. O hədiyyə göndərən adama hörmətsizlikdir bu. O öz-özünə hörmətsizlik. Sən başa düşmürsən? O hədiyyəni göndərənə hörmətsizlikdir. Mən sənə hədiyyə ala bilərəm. Sənə başqaları ala bilməz. Başa düşdün? Onu Nail- at kənara. Nail bəy heç sizə hədiyyə gəlməyib. O mənada deyil də. İndi məsələ bundadır ki, Xoşqədəm xanım, o Doktor, məktuba bir baxanda dəqiqə. hardasa bu xanıma Bir naf dəqiqə, vermək ay olur da. doktor, Bizim heç ancaq- həyatınızda sizə hədiyyə gəlmədimi? Yoldaş ola, sevgi Yox, mənasında. qadının- İndi Nail sənə hədiyyə gəlirmi? Xanıma da bildirdim, Xoşqədəm Nə xanım. bilir ki o Baxın, hədiyyə yox. qadındandır, Harda? kişidəndir, kimdəndir? Bəlkə o hədiyyə Bəlkə hədiyyəni Ayşə başqası sənədir. göndərib, onu başqası yazıb. O Xoşgədəm xanım dünən dedi ki, baxın, siz illərinizə peşman bilmədən, olacaqsınız doktor. bilmədən qınamayın. O məktub xeyr, Xoşgədəm xanım da iki nəfər Bilmədən göndərib onu. qınamayın Məktubu başqa insanları. adam göndərib. Bu hədiyyəni başqa adam göndərib. Xeyr, dedi ki, hədiyyənin üzərində məktub gəlib. Bəli, Elə dedi Xoşgədəm xanım dünən nə dedi ki, iki Tamam, dənə başqa fərqli şeydir. insan. Dünən iki fərqli insan göndərib bunu. Baxın, siz Bilmədən. bilmədən Məktub üzərində gəlib. Sən bu qadın sənin namusun diye. Bu Kim qadın deyir ki, sənin elə deyil? ailəndir, balanın Kim deyil? anasıdır. Sən nə danışırsan? Hansısa Mən bir elə ailənin qadınmış hədiyyə kimi qəbul eləməli, hə? sənə hədiyyə göndər. Eləməlisən. Ayıb olsun sənə. Ayrı-ayrı Ayıb şeylər. olsun Üç sənə. yoldaşından da Mən ola sənə Ay sadəcə Hüseyin, bunu xoş deyirəm. gələm xanım deyir ki, o hədiyyənin üzərində o Xanım. məktub gəlib. O Niyə başa məktub düşmürsən? gəlməyib. Dedi iki nəfər göndərib. Biri məktub göndərib, biri hədiyyə göndərib. Siz elə dediniz axı Bax, bir xeyr, dəqiqə. eyni bilirsiniz göndərilməyib. necədir? Həmişə İki nəfər səhvlər. göndərib onu dedi. Bir Bəlkə dəqiqə. mən deyirəm ki, bəlkə hədiyyə onların ikisinə gəlib.
Yəni bu da ola bilər axı. Bəli. Bəli. Bəlkə sənə göndərilib hədiyyə, sizin mənə gələcəyinizin gəlməyib. xoşbəxtliyi üçün Vermədi, göndərilib. Xoşxanım xanım imkan vermədi ağzını açsın. İndi ev Heç yox, vaxt ev yox. insanları bilmədən, açılmadan, son yerə gəlmədən, əziz dostlarım, itham etməyin, mühakimə etməyin. Xeyr, qəti şəkildə Xanım, çünki- Hüseyn çox nümunəvi, uşağına baxan, hansı kişi uşağa baxır? Buradakiların birinə sual ver görək, gecələr uşağının başında hansı kişi yatıbdı? Bir dənə süd verməyi qalıb Hüseynin uşağa, bəsdirin. Olmaz Gönül xanım, sizə razı deyiləm. Əsəbləşirəm. Değeri de, namusu da, şerefi de onun ailesidir. Hüseyin ailesini bugüne getirip çıkarırsa Hüseyin hiç de yaxşı olan değil. Bunu ben size deyirəm. Hüseyin burada nə edib Gönül xanım? Bunu size ben deyirəm. Qeyrəti olan, aburu olan, isməti olan, namusu olan oğlan heç vaxt ailesini gətirib milyonların qabağında bu qədər əzdirməz. Nə əzdir ki? Tam doğru, Bəli. tam doğru hər sözün Baxın, indi mən arxasında. deyirəm sizə. Ayşə, Hüseynin yerinə kim olsaydı çoxdan Ayşaddan boşanardı. Bəli, bəli. Bilmədikləriniz var. Xahiş Niyə, edirəm. nəyə görə? Neyinəmişəm? Pis hərəkət Bil- etmişəm. Gönül xanıma sualım var. Amma Ayşad, buna baxmayaraq mən şəxsən Xoşqədəm Baxşəliyeva sizin ayrılmağınızı istəmirəm. Hüseyn də şahiddir ki, mən bayaq da onunla danışmışam. Düzdürmü Hüseyn? Bəli. Bayaq da danışmışam ki, Hüseyn, bu müvəqqəti bir əsəbdir, qısqanclıqdır, səni çox sevir. Sevgi... Mənim vəziyyətimi də nəzərə almalıdır. Mənim üstüncə ağrılarım var, əməliyyat yerim ağrıyır, hər şey üst-üstə gəlir, narkoz udmuşam. Mənim bu vəziyyətimi anlamalıdır, daha da üstə qoyub. Qısa bir ara verək, bir dənə keç otur orada.